məsuliyyəti onun qürurla paylaşır. Mən həmişə baxıyorum. Salamlayıram sizləri, mən şəxsiniz Heydər Hüseynli. Ulu Öndər Heydər Əliyevin anadan olmasına 102 illik xatirəsinə həsr olmuş 2016-2017-ci illər arasında keçirilən final maçında, turnirdə hər birinizi xoş gördük.
Artıq hakimin start fiti səsləndirilib. Hər iki komandalara uğurlar arzuluyuruq. Ümidvarıq ki, bol qollu, haqlı, ədalətli, gözəl bir maç bizləri gözləyir. Ən əvvəl olaraq sarılı qaralı formada Neftçi komandası, ağlı qaralı formada isə Amasya komandası meydanda mübarizə aparır. Neftçi komandasının heyətləri ilə sizləri tanış etməmişdən öncə Raul Rəşidovun zərbəsi top qapı dirəyinə tuş gəlir. Dirək imkan vermir. Artıq Neftçi komandasından ilk təhlükəli hücum çəkdi gəlir. İndi isə Neftçi komandasının heyətləri ilə sizlərə tanış edək. Qapıda 1 Fatih Camalov, ehtiyat qapıcı 12 Kamil İmamquliyev, 2 Seyid Muxtarlı, 4 Eldar Tarverdiyev, 3 İbrahim Namazov, 7 Atanur Əliyev, 8 Yusuf Cəfərzadə, 9 Fəzali Əlizadə, 10 komandanın kapitanı Raul Rəşidov. Baş məşqçi postunda isə Elnur İmamquliyevdir. İndi isə Amasya komandasının heyətləri ilə sizlərə tanış edək. Komandanın kapitanı 9 Fərid Babayev, qalkiper 1 Samir Abdurrahmanlı, 22 İbrahim Mehdi, 6 Cəbrayil Cənizadə, 4 Marif Sideyevzadə, 10 Atilla Sultanlı, 8 5 Tamirlan Tanrıverdiyev, 19 Rəvan Ukalayev, 7 Amir Məmmədli, 15 Əli Murad, 11 Sultan Əmir Aslanlı. Bir daha uğurlar arzuluyuruq hər iki komandaya. Baxaq görək, final maçında zəfər qazanacaq tərəf kim olacaq, artıq buna bizi zaman göstərəcək. Sağ olsun, ötürmə. Bir qədər qeyri-dəqiq olur. Yan xəttdən Eldar Tarverdiyev topu oyuna daxil edir. Ötürmə, Raul Rəşidovdan tək topmuşdu yenidən Eldar. Yusuf Cəfərzadə qarşı salınır. Yan xəttdən Tanrıverdiyev topu oyuna daxil edir. Və daha bir out. Cümə gəldi. Sultanlı. Avrafiyə netiləşək. Digər cinahdan Amasya komandası altı yerinə yetirdi artıq. Pressing tətbiq olunur. Atanur Əliyev komandası üçün topu qazandırdı. Lakin yenidən top itkisi var. Neftçi komandasından Eldar Tarverdiyev ötürməsi keçmir. Fərid Babayevdən sağ diagonal ötürmə. Sultanın önünə doğru Seyid Muxtarla özünü çatdırır. Out. Bir qədər müdafiə xəttində qalma qarşılıq. Amir Məmmədlinin zərbəsinə blok qoydu. Raul Rəşidov rəqibdən top almağa bacar. 2 nəfərin atəsindədir. Lakin rəqibini geridən itələyirdi. Qayda pozuntusu. Neftçinin 10 nömrəsi Raul Rəşidovdan gəlir. Standart vəziyyət yerinə yetirilir. İrəliyə doğru uzun ötürməsi Seyid Muxtarla başla qarşıladı. Out Neftçi. Yan xəttdən Eldar Tarverdiyev yenidən topu oyuna daxil edəcək. Raul Rəşidov, müdafiəçilər topu uzaqlaşdırır. Fərid Babayev istədiyi kimi toprağımı edə bilmir və daha bir out. Eldar yan xəttədir. Raul Rəşidov istiqamətlərini götürməli. Tanrıverdiyev qarşısını aldı. Rauldan geriyə doğru. Seyid Muxtarlı sağcına Atanur Əliyev. Ara ötürməsi. Raul zərbə mövqeyi axtarır. Amir Məmmədli qarşısını alır. Yenidən hücum davam edir. Blok qoyuldu zərbəyə qaydan top və künc zərbəsi təyin olunur. Və künc nöqtəsində Neftçi komandasının 4 nömrəsi Eldar Tarverdiyev artıq topu oyuna daxil etdi. Fərid Babayev out kazandırır Amasya komandasının kapitanı komandası üçün.
Xeyr, hakim isə Neftçi komandasının leyinə qərar verir Altu. Müdafiəçilər irəliyə doğru ötürmə. Fərid Babayev istədiyi kimi toprağımı etmədi və riskə getmir Seyid Muxtarlı. Müdafiədə tək mövqedə idi. İbrahim Mehdiyə pressing tətbiq olunur. Atanur Əliyev tərəfindən. Yan xəttdən Amasya komandası yenidən Altu yerinə yetirəcək. Türməz, Yusuf Cəfərzadə başla uzaqlaşdırır, daha bir out. İçəriyə doğru ötürmə. Fərid Babayev, Fatih Qaydan top! Dirəkdən top geri dönür. Qapı dirəyindən top geri dönür. Nəfəs kəsici bir hücum. Lakin qarşılıqlı qollar deyil də, qarşılıqlı qapı dirəyi var hər iki komanda tərəfindən. Seyid Muxtarlıdan uzun ötürmə. Başda solcuna Sultanlıdan. Doğrusu Sultan Əmrəsanlıdan. Golkiper Fatih Camalovdan. İrəliyə doğru uzun ötürmə. Sultan qarşıladı. Və Fatih riskə getmir. Topu uzaqlaşdırır. Seyid Muxtarlı topu meydandan kənarlaşdırdı. Out Amasya. Türməcəlli bir qədər müdafiədə diqqətli olmaq lazımdır və Fatih Camalov yerindədir. Uzun ötürmə Fatihdən və bir an sərbəst zərbə qərarını gözlədiyi hakimdən təyin etmədi. Seyid Muxtarlı yenidən topu irəliyə doğru göndərir. Geridən müdaxilə yox idi mi? İbrahim Mehdidən Raul Rəşidova qarşı hakim davam edir. Pauz edilir. Out qərarı gəlir Neftçi komandasının leyhinə. Raul Rəşidov. Raul sağdan atır, soldan keçir. Gözəl hərəkətlər Rauldan. Lakin hakim bilir qaydalar çərçivəsində sürüşmə fəndi yerinə yetirilmişdi. Eldar Tarverdiyev Sultanı geridə qoya bilmədi. İbrahim Namazov ara ötürməsi qeyri-dəqiq bir ötürmə olur. Və out. Amir Məmmədlilərdən irəliyə doğru ötürmə qeyri-dəqiq oldu. Amasyalılardan top ikisi var. Rəşidovun ötürməsi keçmir. Atanur Əliyev axıra qədər mübarizə aparır. O qarıma qarşılıqdan topu çıxartmağı bacardı. Amir Məmmədli solcuna doğru ötürmə. Salındı Atilla'nın. Raul Rəşidov sağcına Atanur Əliyev. Atanur'un ara pası keçmir. Müdafiədə diqqətlidir Amasya komandası. Fərid Babayev 2 nəfərin atəsindən çıxa bilmədi. Hər iki komandanın mərkəz hücumçuları həqiqətən də istedadlı forvetlərdir. İstər Neftçi komandasının 10 nömrəsi Raul Rəşidov, istər həm də kapitan qismindədirlər hər iki komandanın mərkəz forvetləri. İstər də Amasya komandasının 9 nömrəli kapitanı və forverti Fərid Babayev. Baxaq görək, hər iki komandanın istər baş məşqçi postunda, istər də komanda yoldaşları onlardan o qol silahlarından mütləq şəkildə bu final maçında qol gözləyirlər. Kapitanlar gəmilərini öz arxaları ilə çəkə biləcəklərmi? Raul Rəşidov bir əqlini geridə qoyur. Ötürmə Atanur Əliyev zərbə yaxın güc artır bağlı idi.
Amir Məmmədov, Fərid Papayev blok qoyuldu zərbəsinə. Və Fatih Camalov yerindədir. Başla müdafiəçilər tərəfinə qarşılanır. Fərid Papayev pressing tətbiq etdi. Bu pressing nəticəsində topu komandasına qazandırır. Yusuf Cəfərzadə sağsına doğru ötürmə. Altan Rəliyev və hakim isə heç bir qayda pozuntusu yoxdur. Davam deyir. Atilla. Yan xəttdən Amasya komandası altı yerinə yetirdi. Amir Məmmədlinin zərbəsindən qarşı salınır və hakim isə qapıdan zərbəni göstərir. Raul Rəşidov mükəmməl hərəkət, zərbə və gol! Raul Rəşidov kapitan gəmisini irəli çəkir. Hesabatçılar nəhayət ki finalda komandanın 10 nömrəsi Neftçi komandasını önə çıxardır 1-0. Artıq ilk hesab açan tərəf Amasya deyil də Neftçi komandası olur. Raul Rəşidov mükəmməl reydlər, mükəmməl driblinglər və mükəmməl sonluq gəlir. Fərid Papayev top itkisi var. Yenidən Fərid Papayev pressing tətbiq edir. Digər sınaqdan Neftçi komandasına lehinə out qərarı verilir. Nə baş verdi? Nə baş verdi bir anlıq? Amir Məmmədli Amasya komandasının həqiqətən də maestro ləqəbi boşu-boşuna deyil ona. Mərkəzi tək başına saxlayır. İrəliyə doğru ötürmək gəlir. Fərid Papayev mükəmməl qol izləyə bilərdik Fərid Papayevdən. Lakin Seyid Muxtarlı imkan vermədi. İbrahim Namazovun ötürməsi keçmir. Sultan alınmadı hücum cəhdi. Raul Rəşidov. Raul yanında Yusuf Cəfərzadə. Hücum şansı Amasya komandasına Fərid Papayevdən tək toxunuşdu gözəl ötürmə. Lakin Sultan Əmir Aslanlı out qazandırır komandasına. Elə tələsdi İbrahim Namazov. Atilla'nın ötürməsi keçmədi. Fərid Papayev yaxşı düşünmüşdü. Sağ sınaqdan hücum şansı Neftçi komandasına irəliyə doğru ötürmə. Keçmir Atanur Əliyevdən. Eldar Tanrıverdiyev. İbrahim Namazlı və o sürüşmə fəndini Tanrıverdiyev düzgün yerinə yetirir. Müdafiəçilər uzaqlaşdırır. Seyid Muxtarlı Fərid Papayevdən özünü öncədən çatdırır. Riskə getmir. Ən doğru olan edir bu epizodda. Daha bir out Amasya komandasının lehinə. Atanur Əliyev rəqibindən top alır. Yusuf Cəfərzadə ilə oynadı. 2 nəfərin atəsində sıyırlar lakin İbrahim Mehdi uzaqlaşdırdı. Fatih Camalov uzun ötürmə, Sultan qarşıladı. Zərbə indirilir. Yenə də Seyid Muxtarlı ikinci golkiper qismində komandasını qol vəziyyətindən xilas edir. Fərid Papayev dirəkdən top geri döndü. Daha bir zərbə indirilir. Top qapı üzərindən keçir. Fərid Papayevdən çox təhlükəli zərbə izləri uzaq 9-luğa. Planlaşdırılmış zərbə qapı tiri dalına çatır. Raul Rəşidov çəkir sol ayağına. Pauz edir. Yenə gözəl hərəkətlər oldu. Geriyə doğru Eldar. Mükəmməlsən Eldar mərkəzdə Yusuf Cəfərzadə. Pressingi davam edir.
sol ucuna ötürmə Fərid Babayev qarşıladı. Geçmədi Fərid Babayevin ötürməsi. Davir uzun ötürmə Raul Rəşidov istiqamətində. Raul. Ötürməsi İbrahim Namazova. Zərbə mövqeyinə imkan vermədilər Raul Rəşidov. Uzaqdan zərbə Yusuf Cəfərzadənin zərbəsini yaxın küncü bağladılar. Fərid Babayevin də qarşısına Səid Muxtarlı alır. Maçın ilk hissəsində bir gol var Neftçi komandası tərəfindən, lakin başa-baş çəkməli bir mübarizə izləyirik hər iki komanda tərəfindən. Yenidən Amir Məhmədli 2 nəfərin atəşlə ötürmə edir. Sultanın zərbəsi Fatih Camalov. 2 gözəl hərəkət. Yenidən Sultan'a qüvvətli zərbə top qapının üzərindən keçir. Yusuf Cəfərzadə. Diqqətli olmaq lazımdır Eldar. Müdafiədə cüzi səhv qolla nəticələnə bilər. Steramasiya komandası müdafiəçiləri. Fərid Babayevdən qaçıvar zərbə, yenə Fatih Camalov. Yenə Fatih. Qapısının Fatihidir. İmkan vermir. Hələ ki bütün zərbələrdə qapıya doğru endirilən bütün zərbələrdə qapını Amasya komandasının üzərinə bağlayıb. Zərbəsi yerinə yetirilir. Fərid Babayevin başla sərbəst top qapının yan keçdi. Bax, məhz elə bu oyuncudan bəhs etmişdim ki, kapitanlardan bəhs edərkən Fərid Babayev hər kəs ondan qol gözləyir artıq. Amasya komandasının hücum cəhdlərində Fərid Babayev onunla birlikdə komandanın 7 nömrəsi Amir Məhmədli təhlükəli qol epizodları yaratmağı bacarıblar Amasya komandasının heyətində. Lakin hələ ki Fatih Camalov imkan vermir. Atilla Sultanla top meydanda saxlaya bilmədi. Hakim isə autu Səid Muxtarlı düzgün şəkildə yerinə yetirmədiyi üçün rəqibə təhvil verilir. Bəli. Nereye doğru ötürmə, qarşılanır əksüm şansı. Raul Rəşidov sağ cinatdan irəliyir. Qüvvətli zərbə yaxın küncə, qeyri dəqiq alındı. Sultanla nereye doğru ötürmə, Fərid Babayev. Gözəl hərəkətlər Atanurdan. Maşın ötürmə ünvansızdır və İbrahimin Mehdinin yaxın küncə zərbəsi top qapının üzərindən keçir. Eldar Sarverdiyev irəliyə doğru ötürmə, dəqiqandır Raul Rəşidov. Tanrıverdiyev qarşısını aldı Raul Rəşidovun. Cəfərzadədən top itkisi. Fərid Babayevdən mükəmməl ötürmə. Yaxın küncə zərbə. Heyf Fərid Babayevin bu ötürməsindən. Heyf. Sultan Əmir Aslanlı bir qədər tələsir. Başa düşmək olar. Final həyəcanı var. Və künc zərbəsi yerinə yetiriləcək Neftçi komandası tərəfindən. Komandanın 4 nömrəsi Eldar Tanrıverdiyev topun gerisinə keçir. Yine geldi. Uzaqlaşdırdılar. Fərid Babayev. Babayev texnika işe düşür. Fərid Babayev və Səid Muxtarlı blok koydu qarşısına.
Seyid Muxtar uzaqlaşdırır. Out Amasya. Amir Məhmədli təzyiqinə tavan Amir'in. Fərid Papayev yenə Fatih. Yenə yaxın küncü bağlayır. Amir Məhmədlidən başla zərbə top qapıdan yan keçir. Başla. İbrahim Mehdi top meydanına kənarlaşdırdı. Altı FC. Yusif. Ötürmə geri dəqiq oldu. Atilla'dan uzun ötürmə. Fərid Babayev topu ram edir. Bərtən sağcına. Belə diqqətli olmaq lazımdır. Uzaqdan zərbə cəhdi idi bu. Sanki abi cəhd. Sallar. Fərid Babayevin təzyiqinə fikir verin. Müdafiəçilərə çətinlik yaşatmağı bacarır. Həmçinin də Seyid Muxtarlı da heç də ondan geri qalmır müdafiə xəttində. Eldar Tarverdiyev. Risk etmək olmaz. Seyid Muxtarlı uzun ötürmə irəliyə. Amir Məhmədli imkan vermədilər. Soltan və qayda pozulur. Kifayət qədər təhlükəli nöqtədir. Amasya komandası üçün kifayət qədər təhlükəli nöqtədir. Komandanın 11 nömrəsi Soltan Əmri Aslanlını görür topun gerisində. 3 nəfərdən ibarət canlı set qurulub. Raul Rəşidov, Seyid Muxtarlı və İbrahim Namazov var canlı setdə. Və Fatih Camalov canlı seti qurur. Fit gəldi. Soltan zərbə endirir. Fatih Camalov yaxşı uzanır. Yaxşı uzanır, imkan vermir. Başla qarşılandı. Yusuf Cəfərzadə, Fərid Babayev. Atanur Əliyev top meydanda saxlaya bilmədi. Əsl finala layiq bir maç izləyirik. Hal-hazırda Atanur Əliyev rəqbindən topu alır. Sağ sınaqdan irəliyir, lakin Amir Məhmədli rəqbinin qarşısına aldı. Yenə də texnika işə düşüb Amir Məhmədlidən. Yusuf Cəfərzadə ötürmə gəlir. Raul Rəşidov! Raul Rəşidov dubl edir. Geminin kapitanı gemi ilə drift edir. Artıq 2-ci gol gəlir Neftçi komandasından. Raul Rəşidov gol silahı iş başındadır. Qızıl oğlan iş başındadır. Amir Məhmədlidən sağsına ötürmə. Topu ram edə bilmədilər. Fərid Babayev. Babayev və Eldar Tarverdiyev. Top meydanından kənarlaşdırdı. İlk sənə son dəqiqələr, bəlkə də son saniyələrdir artıq. Gün zərbəsi yerinə yetirilir Amasya komandası tərəfindən. Buna gəldi. Tamerlan imkan vermədilər. Əksin Yusuf Cəfərzadə. Cəfərzadə sürətli irəliyir, lakin İbrahim Mehdi rəqibindən top alır. Mərkəzdə Atanur Əliyev qarşıladı. 2-7 nömrənin mübarizəsi. Ara ötürməsi keçmir. Raul Rəşidov pauz etdi. İçəriyə doğru ötürməyə qarşılanır. Daha bir zərbə blok. Fərid Babayevdən tək toxunuşdu Amir Məhmədli. Amir mükəmməl hərəkətlə 2 nəfərin əhatəsinə sıyırlar. Fərid Babayev ötürməsi keçmədi və rəqibinin ötürməsində qarşısını alır. Out.
Və beləliklə ilk hissənin Neftçi komandasını 2-0 hesablı üstünlüklə yekunlaşdıra bilinsə də sizinlə mən edim şərhçiniz Heydər Hüseynli. Növbəti hissədə görüşmək ümidi ilə hələlik deyirəm.